İlk dəfə üz-üzə gələndə anama bərk-bərk sarıldığımı xatırlayıram. Qəm qazından boğulmuşdum, gözlərim hər yeri qaranlıq görürdü. Anamı o zülmətin içində necə tapmışdım, açığı bilmirəm. Mən anam isə Allaha yalvarırdı. Reanimasiyada gözüm aydın görəndə anama artıq göz aydınlığı verilirdi. Həkim dedi ki, xəstəxanaya zamanında çatdırılmış anan namaz üstündəymiş. İşə bax, namazın da tərs oxunuşu zamandı. Mənə 13 il əvvəlki bu hadisəni 13 yaşında təyyarə qəzasında halak olan Məhəmməd Əlinin ölümü xatırladır. Qrozniyə tək uçurmuş. Yaşından asılı olmayaraq o təyyarədə olan hər kəs qorxub. Bu şübhəsiz Zəhmət Əllayət iş yaşında olan birinin qorxunun öhdəsindən gəlməsilə Məhəmməd Əlininki eyni deyildi. Bəs görəsən o qorxduğu anda hava gəmisində kimə sarılıb, onu bağrına basıb sakitləşdirən, tanımadığı uşağa analıq edən kim olub? Demirəm ha, analıq edən olubmu? Deyirəm kim olub? Normalda belə durumlarda hamı öz canı hayında olur. Amma göyərtədə çəkilmiş 3-5 kadrı birləşdirəndə görürsən ki, heç də belə deyil. Təyyarədə hamı bir-birinin həyatda qalması üçün çalışıb. Qəhrəman pilotdan tutmuş bələdçi hökmədən və onun çağırışına uyğun tarazlığı saxlamaq üçün ön sıraya gələn 20 nəfərədək. Güya o 20 nəfər bilmirdi ki, təyyarə yerə dəyəndə birinci ön hissə parçalanacaq. Qəhrəmanlıq göstərib otlucu sıradan sonra əyləşib əlaq olanların bəlkə də tək məqsədi elə Məhəmməd Əlini qorumaq idi. Mütəxəssislərin də dediyi kimi, təyyarə bütöv şəkildə yerə dəysəydi oradan sağ çıxan olmayacaqdı. Ya ön təkəri seçməliydilər ya da arxa. Pilot öz həyat hesabına ön təkəri seçib 20-40 nəfərin sağ qalmasında böyük qəhrəmanlıq. Sərnişinlərdən birinin ölümünə hazırlaşıb kəlmə-i şəhadət gətirdiyi anda digər tərəfdə hər şey yaxşı olacaq deyən bələdçi isə peşəkarlıq nümunəsi göstərdi. Biraz sonra təyyarə qəzaya uğrayacaq. Hökümə yenə də o mədəniyyətini qoruyur. Müraciətində hörmətli sərnişinlər deyir, biraz sonra bütün dünya bu qəzadan danışacaq. Hökümə yenə də sərnişinlərə dəhlizdə durmanın onların həyatı üçün təhlükəli olduğunu bildirir. O titrək səsiyle hamı kəmərləri bağlasın deyir. Bu qızın, o kapitanın ürəyinin böyüklüyü təyyarəni vuranların ölkəsindən çox-çox böyük imiş.